Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən Peşə Fest bu dəfə Göygöl rayonunda baş tutub. Peşə öyrən, gələcəyini qur devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədi daşıyır. İştirakçılar festivala qatılmaqla müxtəlif peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar. Tədbirdə öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edən peşəkarlar təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçıları ilə peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər. Əmək bazarında, dünyada ixtisasların belə deyək, keyfiyyətində və kəmiyyətində gündən-günə dəyişmələr baş verir ki, o da bizi vadar edir ki, bu rəqabətdə, bu çağırılışlarda daha hazırlıqlı vəziyyətdə olaq. Respublikamızda bu sahədə Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz sahələri üzrə dünyanın ən müasir, belə deyək ki, metodlarını ölkəmizdə tətbiq edirlər ki, bizim insanımız bu rəqabətdə heç bir halda uduzmuş olmasın. Gələcəyi doğru quran, doğru peşə seçən, rifahı yaxşı olan gənc, uğurlu olan gənc, onun xoşbəxt valideyni deməkdir. Onun qane olmuş müəllimi deməkdir. Və o yola elə erkən yaşlardan, indidən başlamaq lazımdır. Peşəyönümü məsləhət xidmətinin, peşəyönümü istiqamətinin əsas qayəsi də məhz budur ki, erkən yaşlardan, şagird dövründən gənclərimizi gələcəyə doğru hazırlamaq. Qeyd edək ki, festivalda 14 peşə üzrə maarifləndirici tədbirlər təşkil olunur.